Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, kardeş ve bacılarımız, bildiğiniz kimi Qurban Bayramı gəlib çatdı. Cümə günü təsadüf eləyir. Allah'ın izniyle her bizden bir xahişim var ki, qurban kəsdiyiniz zaman doğrudan da o kəsdiyiniz qurbanları, əti ehtiyacı olan insanlara verin. Bəzi insanlar düşünür ki, qonşum inciyər, qonşuya da verim. Əgər qonşunun pulu parası varsa, həyatda bahalı maşını varsa, evində əti varsa, vermək vacib deyil. Araştırın, bakın, ehtiyacı olan insanlara verin Allah'ın izniyle. Yok, eğer elə yerlər bilmirsinizsə, bizlə əlaqə saxlayın, səhifəmizdə nömrəmiz qeyd olunub. Bizə verin. İnşallah ki, biz onu lazım yerlərə çatdıracağıq inşallah ki, və verdiyimiz zaman çəkiliş edib paylaşacağıq ki, görə biləsiniz ki, bəli, biz Allah'ın izniyle biz o payları həqiqətən ehtiyacı olan insanlara vermişik. Və yaxud da ki, siz ərzaq yardım eləmək istəyirsinizsə, çünki bu gözəl gündə, bayramda zəkatdır, sədəqədir, ehsandır vermək daha da fəzilətlidir. Ola bilər ki, ərzaq vermək istəyirsə, ətin yanında bizə müraciət edə bilərsiniz. Və yaxud da ki, kart hesabımız var. Ora 1 manat, 2 manat göndərərək vəslə ola bilərsiniz ki, biz ərzaq alıb ehtiyacı olan insanlara verək. Allah malzə mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu.